Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size Gramatik Aktiv kitabının devamı olarak 17. ders izah edirəm. Keçən dərsimizdə biz akuzativ, yəni təsirli halı öyrənmişdik. Bugün isə mövzumuz dativ, yəni yönlük haldır. Dərsimizin başlığında ich fahre mit dem Auto, mən maşınla gedirəm. Burada təbii ki ich, mən, fahren miniklə getmək, yəni hər hansı bir nəqliyyat vasitəsindən istifadə etmək. Mit ilə lalə, auto isə das autodur, yəni maşın deməkdir. Mit plus dativ olduğuna görə burada mit dem autodan istifadə olundu. Təbii ki, əgər sözünlərlə bağlı heç bir məlumatınız yoxdursa, bu hissəni tam aydın şəkildə başa düşmədiniz. Belə ki, Azərbaycan dilindən fərqli olaraq Alman dilində bizim sözünlər mövzusu var. Bu dip prepositionun adlanır. Sözünlər nədir? Hansı ki, bizim Azərbaycan dilində istifadə etdiyimiz mən maşın ilə gedirəm, anamla gedirəm və yaxud yön istiqamət bildirəndə mən həkimə gedirəm. Bu hədiyyə qardaşım üçündür. Buradakı üçün, ilə, lalə, a, yön bildirən, istiqamət bildirən şəkilcilər Alman dilində sözünlər vasitəsilə istifadə olunur. Təbii ki, bunların bəzisi bizdə qoşmalara uyğun gəlir, amma ki, Alman dilində bu mövzu sözünlər mövzusudur. Keçən dərsimizdə qeyd etdiyimiz kimi, biz Azərbaycan dilində danışanda təbii ki, qrammatikasına fikir vermədən rahat bir şəkildə danışırıq və istifadə edəcəyimiz sözləri, misal üçün, müəyyən qədər qrammatik qaydaları unutsaq belə hallanmanı, ondan sonra şəkillərə görə dəyişməni unutsaq belə nə edirik, rahat bir şəkildə danışa bilirik. Alman dilində də təbii ki, biz bəzən cümlələr içərisində istifadə edəcəyimiz sözlərin ya genitiv, ya dativ, ya da akuzativ halda olması lazımdır. Və biz hansı hallarda artıq bu hallardan istifadə edirik? Keçən dərsdə akuzativ təsirlik halını izah etmişdim. Bu dərsdə isə dativ yönlük halını izah edirəm. İlkin olaraq, təbii ki, əgər söhbət yönlük haldan gedirsə, siz müəyyən artikelların kişi cinsində, qadın cinsində, orta cinsdə və pluralda hallanmasını artıq əzbər bilməlisiniz ki, dativ deyəndə kişi cinsində dem, qadın cinsində deyəndə der, orta cinsdə deyəndə dem, cəmdə deyəndə den forması əzbərdən yadınıza düşsün ki, həm cümlə içərisində istifadə etmək, həm çalışmalar yazanda sizə çətinlik yaratmasın. Qeyri-müəyyən artikellardan isə kişi cinsində dativdə einem, qadında aynaq, orta cinsdə aynı. Bilirik ki, qeyri-müəyyən artikelin cəmi yoxdur. İndi baxırıq 17-ci dərsdə bizə qrammatik izahda nə deyir? Deyir ki, nominativdə wer was, şəxs olanda person olduqda wer kimsalına cavab verir. Was Sachen, nə əşyaları bildirir. Daha sonra akuzativ təsirlik halda wenn person kimi şəxsi bildirir, was nəyi, əşyanı bildirir. Dativ yönlük halda isə sualı wem, kimə, person, nəyə adətən wemdən istifadə olunur, o da nadir hallarda. Təbii ki, artıq burada da görürsünüz qırmızılarla nə olunub, müəyyən və qeyri-müəyyən artikelin hallanması göstərilir. Bir də əlavə olaraq kein inkar əvəzliyinin hallanması. Biz bilirik ki, kein inkar əvəzliyi də Alman dilində hallanır. Və kişi cinsi olarsa keinem, orta cinsi olarsa keinem, qadın cinsi olarsa keiner, plural olarsa keinen, Leuten. Burada nəzərinizə çatdırmaq istəyirəm ki, görürsünüz, Leuten-də qırmızı hərflə n işarələnib. Bu onu göstərir ki, Alman dilində isimlər cəmdə hallanarkən birinci, üçüncü və dördüncü tip şəkillərlə düzələn isimlər dativdə mütləq n-nı qəbul edir. Bu mövzuların hər birinin izahı ətraflı şəkildə kanalda var. İndi burada qeydlərə baxırıq. Im Dativ sind maskulin und neutral gleich.
Dativdə kişi cinsi və orta cinsi eynidir. Yəni einem, einem, dem, dem, keinem, keinem. Daha sonra burada deyir ki, im Dativ Plural hat das Nomen ein, en am Ende. Nomen mit es im Plural haben kein en. Wir fahren mit zwei Autos. Deyir ki, isimlər cəmdə, bayaq burada izah etdiyim kimi, yəni söhbət dativ yönlük halına gedəcək, n-nı qəbul edir. Amma s ilə düzələn isimlər, hansı kimsə autos, o isə dativdə n-nı qəbul etmir. Daha sonra deyir ki, der Possessive Artikel funktioniert wie kein. Possessive artikel yelik əvəzlikləridir. Bu mövzudan sonra məhz bu mövzu haqqında söhbət gedir. Əgər bilmirsinizsə narahat olmayın, növbəti dərsdə öyrənəcəksiniz. Yox, məlumatınız varsa isə deyir ki, yelik əvəzlikləri kainkar kimi işləyir. Yəni necə hallanırdı müəyyən artikellar, bizim yelik əvəzliklərimizdə hallanır alman dilində. Ona görə mütləq şəkildə məhz bu formanı bilsəniz, yelik əvəzliklərin hallandırması da sizin üçün çox asan olacaq. 17-ci dərsimiz 7 çalışmadan ibarətdir. Mən sizə hər çalışmadan olduğu kimi 1-2 nümunəni izah edəcəm. Yerdə qalanını isə yazacaqsınız. Kitabın arxasında cavablar var, oradan yoxlayarsınız. Əgər səhv olmasa əla, deməli düzgün başa düşmüsünüz. Yox, əgər səhviniz olarsa, onda videoya sona dək baxarsınız. Baxırıq birinci çalışmaya. Birinci çalışmada deyir ki, wie fahren Sie zur Arbeit? Siz işə necə gedirsiniz? Ergänzen Sie die definiten Artikel im Dativ. Müəyyən artikelları yönlük halda tamamlayın. Burada verilən hər bir nəqliyyat vasitəsini görürsünüz, artikel ilə yazılıb. Siz sadəcə bunun dativ yönlük hal formasını yazmalısınız. Dediyim kimi, əgər prepozisyon haqqında məlumatınız yoxdursa, narahat olmayın, növbəti dərslərdə keçiriləcək. Belə də ki, prepozisyonlar mövzusu ətraflı şəkildə izah olunub, kanalda yerləşdirilib. İstəsəniz oradan baxıb öyrənə bilərsiniz. Sadəcə bu mövzuda bir tək, səhv etmirəmsə, middən söz gedir. Mid qeyd etdiyim kimi ilə, lə deməkdir. Özündən sonra gələn halın dativ yönlük halda olmasını tələb edir. Məsəl üçün, indi burada görürsünüz, das Autodur. Yazılıb mit dem Auto. Burada necə sual verilmişdi? İşə necə gedirsiniz? Biz cavab verib deyə bilərik ki, ich fahre mit dem Auto. Mən maşınla gedirəm. Davamında gətirib deyə bilərik. Zur Arbeit. Mən işə maşınla gedirəm. Ich fahre mit dem Auto zur Arbeit. Mən maşınla işə gedirəm. Bu nədir? Das Auto, artikel isim. Das Auto, deməli, orta cins dativdə necə olurdu? Görürsünüz, dativdə dem. Ona görə də mit plus dativ olduğuna görə burada yazıldı mit dem Auto. Cümlə içərisində də istifadə edəndə deyirik ki, ich fahre mit dem Auto zur Arbeit. Mən maşınla işə gedirəm. Həmən o maşınla, maşın ilə, iləni istifadə etməkdən ötürü middən istifadə etdik. Birinci çalışmada da yerdə qalanları eynən bu şəkildə tamamlamaq lazımdır. İndi ikinci çalışmaya baxırıq. İkinci çalışmada deyir ki, mit wem gehen Sie ins Kino? Ergänzen Sie die indefiniten Artikel im Dativ. Mit wem, əgər bilmirsinizsə, qeyd edə bilərsiniz. Kiminlə sual əvəzliyidir. Sual verir, siz kinoteatra kiminlə gedirsiniz? Və bizə burada görürsünüz, cədvəldə isimlər verilib. Bu isimləri biz indefinite artikel, yəni qeyri-müəyyən artikelda dativ yönlük halda yazmalıyıq. Məsəl üçün, indi birinci Freundin. Freundin görürsünüz verilib, die Freundin rəfiqə deməkdir. Bunun qeyri-müəyyən artikli olur aynı. Aynının dativ forması olur aynəx.
Ona göre burada yazılıb mit einer Freundin. Və misal üçün cümləni yaza bilərik ki, deyə bilərik ki, ich gehe mit meiner Freundin ins Kino. Mən kinoteatra rəfiqəmlə gedirəm. Mən rəfiqəmlə kinoteatra gedirəm. Nə etdik? Cümlə içərisində istifadə etdik. Burada üzr istəyirəm. Burada bir anlıq mən rəfiqəm. Əgər bunu siliriksə, iki mit einer Freundin ins Kino. Mən bir rəfiqə ilə kinoteatra gedirəm. Bu, burada elə bil ki, ayna bir rəfiqə mənasını verir. Nə etdik? Die Freundini geçirdik. Ayna ettik. Geyrimeyen artikel. Bunun da datif forması einer olduğuna göre numunede de gördüğünüz gibi deyilir mit einer Freundin. Yerdə qalan isimləri də məhz burada artikelları verilib. Əgər sözləri bilirsinizsə, əla, rahat bir şəkildə deməli müəyyən artikeldən qeyri-müəyyən artikela keçirdib, dativ yönlük hal formasında yaza biləcəksiniz. Yenidən göstərirəm. Kişi cinsi, qadın cinsi və orta cins. İndi isə baxırıq 3-cü çalışmaya. Bax, görək başlıqda nə deyir? Mit wem möchten Sie in den Urlaub fahren? Ergänzen Sie die indefiniten Artikel im Dativ. Deyir ki, kiminlə məzuniyyətə tətilə getmək istəyirsiniz? Qeyri-müəyyən artiklı dativ yönlük halda yazın. Biz qrammatikamızı izah edəndə dedik ki, əgər isimlərin cəmlənmə tiplərini bilirsinizsə, birinci tip, üçüncü tip və dördüncü tip ilə düzələnlər mütləq şəkildə plural dativdə n şəkilsini qəbul etməlidir. İkinci və beşinci tipdə isə sonluq yoxdur. Birinci numuneye baxırıq. Deyir ki, mit einem Kind oder mit zwei Kindern. Yəni ki, bir uşaqla yoxsa iki uşaqla, yəni getmək istəyirsiniz. O zaman əgər təkdirsə gördüyünüz gibi das Kind olduğuna göre das Kind'in dativ forması einemdir. Dativdə ona göre burada yazılıb mit einem Kind oder mit zwei Kindern. Biz bilirik ki, müəyyən yəni miqdar sayından sonra gələn isimlər cəmlənir. Kind oldu kinda. Pilusda isim cəmdə hallandığına görə dativdə n-ni qəbul edir. 1, 3, 4. Kinder ilə erdən düzələnlər 3-cü tip şəkilçi idi. Ona görə dativdə n-ni qəbul etdi. Buradan başqa bir nümunə deyim. Məsələn, 6-cı baxırıq. Frau sözüdür. Frau, die Frau olduğuna görə bunun qeyri-müəyyən artikli olacaq aynı. Aynının dativ forması olur einer. Ona görə deyirik ki, mit einer Frau oder mit vielen Frauen. Artıq bunun özündə n olduğuna görə, yəni ikinci tip cəmlənməyə aid olduğuna görə biz burada əlbəttə ki, heç nə yazmırıq. Bu şəkildə eynən 3-cü çalışmanı tamamlamalısınız. 4. çalışmada deyir ki, Reinhild ist so nett, ergänzen Sie die Artikel im Dativ. Reinhild nəzakətlidir və artikelları dativ, yəni yönlük halda tamamlayın. Bizə mətn formasında verilib, ardıcıl olaraq boşluqlar buraxılıb. Hansı ki, biz bu boşluqları isimlərin cinsinə görə nə etməliyik? Dativ yönlük halda qoymalıyıq. Məsəl üçün, birinci və ikincini izah edirəm. Yerdə qalanlarını siz yazacaqsınız. Deyir ki, Reinhild hilft Kollegin. Deməli, bu isim die Kollegindir. Bunun qeyri-müəyyən artikli aynədir. Aynənin dativ forması aynədir. Ona görə deyirik ki, aynə. Daha sonra das Kind. Das Kind bunun qeyri-müəyyən artikli olur ein. Aynın dativ forması olur einem. Ona görə einem Kind und biz bir qeyri-müəyyən artiklin cəmi olmadığına görə cəmdə
Müəyyən artikl necə hallanırdı? Die, der, den, die. Bizə dativ forması lazımdır. Den. Deməli, helfen cümlədə işlənən fiil kömək etmək kimə dativ yönlük hal tələb edir. Reinhild hilft einer Kollegin, einem Kind und den Eltern. Reinhild iş yoldaşı, yəni qadın iş yoldaşına, bir uşağa və valideynlərə kömək edir. Eynən bu şəkildə artikl sonluqlarını dativ yönlük halda ismin cinsinə görə təyin edib tamamlamalısınız. 5. çalışmada ise deyir, Willibald ist unfreundlich, ergänzen Sie kein im dativ. İndi deyir ki, Willibald nəzakətsizdir və kein inkar əvəzliyini dativ yönlük halda tamamlayın. Deməli, keçən dərsdə demişdim ki, qeyri-müəyyən artiklar təkdə olan misal kişi cinsi, qadın cinsi və orta cinsi sadəcə k hərfini əlavə etməklə biz inkarı hallandırmış olurduq. Cəm formasında isə di, nominativdə kayne, genitivdə der, den, di olduğuna görə cəmdə də kayne, kaynıq, kaynin, kayne olur. İndi bizə də burada hər üç cinsin kaynem, kaynaq, kaynım və kaynın. Cəmdə isə kaynın dativ forması lazım olacaq. Baxırıq indi çalışmaya. Willibald gibt. Deməli, bu geben feilidir. Vermək kimi tərcümə olunur. Kiməsə nəyi verir? Deməli, bu kiməsə dativ yönlük halda olur. Deyir ki, Willibald gibt kein Kellner. Der Kellner, yəni nədir? Afsiyat deməkdir. Kişi cinsli isimdir. Ona görə kişi cinsli ismin inkarı kaynem olacaq. Ona görə deyirik kaynem Kellner. Qadın olduğuna görə kayner Trinkgeld. Deməli, Willibald gibt keinem Kellner und keiner Kellner Trinkgeld. Willibald afisiyant oğlan və afisiyant qıza bəxşiş vermir. Trinkgeld çayavoy bəxşiş deməkdir. Neydir? Vermir. Daha sonra başqa bir dənə də nümunə deyim. Məsəl üçün burada er schenkt kein, deməli das Kind olduğuna görə orta cinsdə yenə keinem olur. Deyirik er schenkt keinem Kind Schokolade. O uşağa şokolad vermir. Yəni schenken bağışlamır. Hədiyyə etməyə bağışlamaq kimi tərcümə olunur. Bu şəkildə biz isimlərin cinsinə görə, deməli kişi cinsidirsə kaynem, qadındırsa kayner, ortadırsa kaynem, cəmdədirsə kaynin formanı nə etməliyik? 5-ci çalışmada tamamlamalıyıq. 6. çalışma isə Mein Geburtstag ergänzen Sie die Possessive Artikel im Dativ. Mənim ad günüm. Deyir ki, indi pozitiv artikl, yəni gəlik əvəzliklərini dativ yönlük halında tamamlayın. Əgər sizin ümumilikdə pozitiv artikl ilə bağlı məlumatınız yoxdursa, heç bilmirsinizsə, onda bu çalışmanı keçə bilərsiniz. Bu mövzu bu dərsdən sonra ətraflı şəkildə izah olunacaq. Belə də ki, pozitiv pronomun başlığı ilə kanalda əvəzlik bölməsində izah olunub. İstəsəniz oradan baxıb öyrənə bilərsiniz. Bu çalışmanı, bu mövzunu bilən tələbələr üçün izah edirəm. Burada da biz yəlik əvəzliklərini dativ yönlük halda tamamlamalıyıq. Məsəl üçün, deyir, meine Party war wunderbar. Mənim şənliyim əla idi. Ich habe 12 Freunde zu meine boşluq Geburtstag eingeladen. Mən ad günümə 12 dostumu dəvət etmişdim. Nədir? Artıq burada biz meine, mənim ad günümə, burada Geburtstag sözü, der Geburtstag olduğuna görə kişi cinsində biz bilirik ki, m olmalıdır. Zu meinem Geburtstag eingeladen. Mən ad günümə 12 dostumu dəvət etmişdim. Burada gördüyünüz kimi şəxs yəlik əvəzlikləri verilir və boşluqlar verilir. Biz o boşluqları nə etməliyik? Tamamlamalıyıq. Məsəl üçün, digər nümunəyə də baxaq. Viele sind mit ihr boşluq, Freund oder ihr
boşluq Freundin və davam edir. Biz təbii ki, təyin etməkdən ötürü özündən sonra gələn isimlərin cinsinə baxmalıyıq. Yəni burada nə yazacağımız ismin cinsi təyin edir. Məsəl üçün, burada Freund sözü deyək kişi cinsidir. Bunu burada m ilə izah etmişdim. Burada artıq ir nəzərdə tutulursa, deməli, nəzakət olsaydı böyük hərflə yazardı. Deməli, nəzakət deyil. Ya onun dostu, ya da onların dostu. Təbii ki, artıq burada baxır cümlə içərisində onun istifadəsinə. Sadəcə biz sonluğu tamamlayaq. Burada bunu boşluq buraxıram. Sadəcə nümunə olaraq mit olduğuna görə mit özünə sonra dativi tamamlayır. Hər ikisindən sonra gələn dativ yönlük halda olmalıdır. Freundin qadın cinsli olduğuna görə ona görə ihre oder ihre Freundin. Çünki die Freundin olduğuna görə onun rəfiqəsi. Təbii ki, indi əgər onun rəfiqəsi nəzərdə tutulursa, nə etməliyik? Qadın cinsi nəzərdə tutulur. Yox, onların nəzərdə tutulursa, yenə eyni mövzudur. Sadəcə olaraq biz burada deməli nə etdik? İğ, onun və yaxud onların rəfiqəsi Freundin sözünə görə hallandırdıq. Bu şəkildə bu çalışmanı tamamlaya bilərsiniz. Daha sonra baxırıq sonuncu 7-ci çalışmaya. İndi ola bilər ki, sizin hələ ki prepozisionun, yəni sözünlər mövzusu ilə bağlı məlumatınız yoxdur. Heç nə olmaz. Zaten bu mövzuda bizdən əsas bu tələb olunmur. Sadəcə bunu nəyə görə deyirəm? Bəlkə oxuyub tərcümə etmək istəyirsiniz, amma bilmədiyiniz sözlər çoxluq təşkil eləyər. Əlbəttə, bu sizin üçün biraz çətin gələ bilər. Amma ki, heç nə olmaz. Tərcümə edə bilməsəz belə, yenə də sözlər öyrənməkdə fayda var və bundan əlavə əsas burada sizin çalışmada isimləri dativ yönlük halda tətbiq etməyiniz lazımdır. Sadəcə isimlər və isimlərin cinsini bilmək kifayətdir. Məsəl üçün 7-ci çalışma ein Zettel auf dem Küchentisch ergänzen Sie die Artikel im Dativ. Mətbəxdə bir çetil, yəni not vərəqəsi bu şəkildə. Deyir ki, artiklı dativ yönlük halda tamamlayın. Görür ki, burada nədir? Bir məktubdur. Və baxırıq. Lieber Nils, əziz Nils, wir sind bis Sonntag nicht da. Biz bazar günə qədər burada deyilik. Wir brauchen eine Pause nach boşluq vielen Arbeit. Bizim işdən sonra, çoxlu işdən sonra fasiləyə ehtiyacımız var. Deməli, burada artıq die Arbeit olduğuna görə təbii ki, biz nə etməliyik? Müəyyən artiklın der, yəni dativ formasında qadın cinsinə görə der deməliyik. Wir brauchen eine Pause nach der vielen Arbeit. Bizim çoxlu işdən sonra fasiləyə ehtiyacımız var. Bir dənə də izah edirəm. Növbəti cümlədə deyir ki, wir fahren gleich mit Bahn nach Gießen. Deməli, bu da həmçinin die Bahn, yəni ismin cinsi die Bahn olduğuna görə, yenə dativ yönlük halda tamamladığımız zaman der müəyyən artiklını istifadə edib deməliyik ki, mit der Bahn. Biz Gießenə birazdan qatarla gedəcəyik. Nə etdik? İşlənəcək sözlərin artiklına görə təyin etməliyik. Misal üçün Freund, Freundin, Freunde, Auto, Freunde. Yəni böyük hərflə yazılanlar hər zaman bilirik ki, isimlərdir və isimlərin cinsinə görə dativ yönlük halda yazmalıyıq. Sizə uğurlar, bu şəkildə çalışmaları tamamlayıb arxadan yoxlaya bilərsiniz. Əgər səhvləriniz olarsa, onda videoya sona qədər baxarsınız. İndi isə baxırıq birinci çalışmadan tamamlamağa. Deməli, vaxta qənaət etmək üçün cavabları yazmışam. Deməli, birinci nümunədə verilmiş isimlərin cinsinə görə artiklları tamamlamaq idi. Der Zug dativdə dem Zug olur, mit dem Zug. Die U-Bahn qadın cinsli isimdir. Ona görə mit der U-Bahn. Das Taxi mit dem Taxi.
Daha sonra das Fahrrad mit dem Fahrrad, yine die Straßenbahn, mit der Straßenbahn, Rollschuhe, cəmdə qeyd olduğuna görə dativ forması den, mit den Rollschuhe, der Bus dativdə olmalıdır, mit dem Bus. Daha sonra baxırıq ikinci çalışmaya. Burada da biz deməli verilən isimləri qeyri-müəyyən artikla çevirməliydik. Əgər biz ismi cəmdən qeyri-müəyyən artikla çeviririksə, bəzi məqamlarda təbii ki, müəyyən artikeldən istifadə edə bilərik. Ancaq müəyyən, qeyri-müəyyəndən müəyyənə keçirdəndə artikel düşür. İkinci nümunədə deməli gördüyünüz kimi der Freund olduğuna görə kişi cinsində olurdu ein. Aynın da dativ forması einem. Ona göre mit einem Freund. Şimdi burada Freund'e cəmdə olduğuna göre biz qeyd etmiştik ki dativdə n-nı qəbul etməlidir. Ancaq ki artikel istifadə olunmur. Mit Freunden. 4'te Mädchen, das Mädchen olduğuna göre einem Mädchen, mit einem Mädchen. Daha sonra Kollegin kadın cinsli isimdir. Ona göre eine Kollegin. Diğer Lehrer kişi cinsli isimdir. Ona göre einem Lehrer. Daha sonra man nedir? Der mandır. Ona göre mit einem man. Yine geste cəmdə olduğuna göre birinci tip cəmləməyə aiddir. N-nı qəbul etməlidir. Mit gesten şeklinde olur. Yəni rəfiqə ilə, dostla, dostlarla, qızla, iş yoldaşı ilə, müəllimlə, kişi ilə, qonaqlarla, yəni nə idi? Mit ilə ailə demək kimi tərcümə olunurdu. Daha sonra baxırıq üçüncü çalışmaya. Üçüncü çalışmada das baby olduğuna görə orta cinsli isimdir. M ilə bitməlidir. Mit einem baby oder mit zwei babies. Bir uşaqla yoxsa iki uşaqla babies et şəkilçisi deməli n-nı qəbul etmirdi. Çünki 5-ci tip cəmləməyə aiddir. 3-də der Mann mit einem Mann oder mit vielen Männern. 3-cü tip cəmlənmədir. Ona görə n ilə düzəlir cəmlə. Yəni bir kişi ilə yoxsa çoxlu kişilərlə. 4-də der Freund olduğuna görə mit einem Freund bir dostla oder mit 10 Freunden yoxsa 10 dostlarla. Birinci tip cəmlənməyə aiddir. Ona görə n-nı qəbul etdi. 5-də mit einer Kollegin oder mit 28 Kolleginnen. Deməli bir qadın iş yoldaşı ilə yoxsa 28 sonunu ilə bitdiyinə görə, yəni ikinci tip cəmlənməyə aid olduğuna görə n-nı əlavə olaraq qəbul etmir. 7-də di olma olduğuna görə mit einer Oma, yəni bir nənə ilə, oder mit zwei Omas, yoxsa iki nənə ilə olmaz. S olduğuna görə qəbul etmir. Mit einem Opa, oder mit zwei Opas, bir baba ilə yoxsa iki baba ilə. Nədir? Biz artikel sonluqlarını məhz isimlərə görə, cinslərə görə təyin edib tamamladıq. Sonluq isə bu aid isimlərin cəmdə hallanmasına. Daha sonra baxırıq 4-cü çalışmaya. 4-cü çalışmada da yenə müəyyən artikelləri isimlərin cinsinə görə tamamlamalıydıq. Burada Freundinnen görürsünüz. Ona baxmadan yazmışam. Ona görə n olmalıdır. Deməli, zum Geburtstag gratuliert sie den Freundinnen und den Freunden, der Mutter, dem Vater und dem Hund von der Nachbarin. Deməli, ad günündə o dostlarını, yəni qadın, qız dostlarını, oğlan dostlarını, anasını, atasını və qonşunun itini neyniyir? Təbrik edir. Növbəti cümlədə sie gibt den Kollegen Sandwich, der Katze einen Fisch, einem Baby Milch und dem Chef einen Kuss. Deməli, o iş yoldaşlarına sandviçlər verir, pişiyə balıq verir, uşağa süd verir, şefə isə bu sözünü istəyərdim ki, özünüz gedib internetdə baxasınız. Deməli, ne ettik? Biz burada işlenen sözləri məhz isimlərin cinsinə görə təyin edib
artikel sonluqlarını tamamladıq. Sonuncu da Und Reinhild schenkt der Nachbarin Blumen, den Kindern Schokolade und dem Lehrer ein Mercedes. Reinhild qonşusuna güllər, uşaqlara şokolad, müəllimə isə Mercedes Schenken hədiyyə bağışlayır. Bu da oldu bizim nə artiklın sonluqları. Beşinci çalışmada isə kaynı biz cinslərə görə tamamlamalıydıq. Nachbarin qadın cinsli isimdir, ona görə kaynaq. Freund kişi cinsli isimdir, ona görə kaynem. Freundin qadın cinslidir, kaynaq. Yenə misal üçün Lehrerin qadın cinsli isimdir, ona görə kaynaq. Der Hund olduğuna görə kaynem. Nə deyir? Deyir ki, o qonşuya kömək etmir. Deməli, dostunu, rəfiqəsini ad günündə təbrik etmir. O uşağa şokolad vermir və müəlliminə də bir maşın, itə isə kalbasa. Buna görə də Wilbaldın dostları yoxdur. 6-cı çalışma isə pozitiv artikl, yəni yiyəlik əvəzliklərinin şəxslərə görə tamamlanması idi. Deməli, burada viele sind mit ihrem Freund oder ihrer Freundin und auch mit ihren Kindern gekommen. Onlar dostu, rəfiqəsi və çoxlu uşaqlarla gəlmişdilər. Deməli, burada nə etdik? İğən, yəni Freund olduğuna görə İğən oldu. Freundin olduğuna görə İğən olmuşdu. Uşaqları ilə mit ihren Kindern cəmə görə dəyişdi və deyir ki, manche hatten einen weiten Weg und haben bei mir oder bei meinen Eltern übernachtet. Bəziləri uzaq yoldan gəldiklərinə görə uzaq yoldan gəlmişdilər. Mənim yanımda və yaxud mənim valideynlərimin yanında übernachten gecələmək deməkdir, gecələdilər. Burada artıq Eltern'ın olduğuna görə biz boşluğu yazmamalıyıq. Cəmdə meinen Eltern şəklində hallandırdıq. Daha sonra eine Kollegin ist sogar mit ihren 2 Babys gekommen. Hətta deyir, yəni bir iş yoldaşı 2 uşağı ilə gəlmişdi. Es war wirklich viel los. Və həqiqətən də çox yaxşı idi, əla idi. 7-ci çalışmada isə artikellərin sonluqlarını tamamlamaq idi. Freund, der Freund qeyri-müəyyən artikeldən yazılmışdı. Zu einem Freund, Freundin olduğuna görə seiner Freundin. Deməli, burada nə deyir? Deməli, biz qatarla giysilə gedirik. Dostum və onun yoldaşının, onun rəfiqəsinin yanına. Wir bleiben 3 Tage bei den Freunden. Biz 3 gün, deməli, dostların yanında qalırıq. Daha sonra mit dem Auto von den Freunden können wir Ausflüge machen. Deməli, dostların maşını ilə, deməli, burada nə etdik? Hər birini dassiv yönlük halda tamamladıq. Deməli, nə edə bilərik? Gəzintilər edə bilərik maşınla. Und wir möchten gerne zu einem See laufen und mit einem Boot fahren. Biz gölə və yaxud da ki, dənizə getmək istəyirik. Mit einem Boot fahren. Qayıqla. Das Boot olduğuna görə einem Boot. Hoffentlich hast du auch Spaß. Ümid edirəm ki, sən də əylənəcəksən. Vergiss aber nicht, bunu unutma. Morgen musst du das Papier bei dem Arzt abgeben. Sabahlarım sənədi həkimə verməlisən. Bis Sonntagabend, Grüß und Küsse, Andre. Bazar günü axşama qədər hələlik, Andrea. Deməli, nə etdik? Biz burada işlənən isimləri dativ yönlük hala görə hallandırıb yazdıq. Əgər bu çalışmanı müəyyən qədər başa düşməkdə çətinlik çəksəniz belə, yaxşı olar ki, növbəti dərslərdən sonra məhz bu dərsə yenidən qayıdıb təkrar edəsiniz. Çünki ola bilər ki, burada işləmədiyiniz, bilmədiyiniz, öyrənmədiyiniz çox mövzular var və belə olduğu halda təbii ki, çox mövzunu insan bilməyəndə çətinlik biraz çox olur. Amma müəyyən qədər mövzuları öyrəndikdən sonra yenidən başa qayıdıb təkrar edirsə, onda artıq başa düşür ki, nə qədər yol irəliləyir və çoxlu təkrar etməyin nəticəsində həmən bildiklərini daha yaxşı yadında saxlayır.
Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.